Azərişıq Açıq Səhmdar Cəmiyyəti Kəlbəcərdə elektrik infrastrukturunun yenidən qurulmasını davam etdirir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonun ucqar kəndlərinə 35 kilovatlıq izolasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri və transformatorlar quraşdırılır. Alagöllər, Zəylik, Zod, Yanşaq və Zallar kəndlərində xətlərin çəkilişi artıq tamamlanıb. Çətin relyefə malik Kəlbəcər elektrik şəbəkəsi yenidən qurulur. Müasir tipli 35 kilovoltluq xətlər quraşdırılır, çəkilir və eyni zamanda güc mərkəzləri inşa edilir. Şəhər ərazisində 110-35 kilovatlıq yarımstansiyanın tikintisi davam etdirilir. 35,4 kilovatlıq yarımstansiya və rəqəmsal idarəetmə mərkəzində işlər başa çatıb. Köç edən ailələrin etibarlı enerji ilə təminatı üçün 0,4 kilovatlıq şəbəkə də yenilənib. Qurum bildirir ki, ölkənin digər bölgələrində də köhnəlmiş elektrik təsərrüfatı mərhələli şəkildə yenilənir.